Ötən gün Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev hüquq mühafizə orqanları tərəfindən saxlanılıb. Məlumata görə, onun barəsində istintaq, dövlətə xəyanət və hakimiyyəti zorla ələ keçirməyə cəhd ittihamları üzrə aparılır. İlkin məlumata əsasən Mehdiyev Səbail rayon məhkəməsinə gətirilib və onun barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilib. Hadisə ictimaiyyət arasında da geniş müzakirələrə səbəb olub. Turkistan az bildirir ki, Manset.az məsələ ilə bağlı Ramiz Mehdiyevlə əlaqə saxlayıb. Ramiz Mehdiyev dövlətə xəyanətlə bağlı suala belə reaksiya verib. Kimdir danışan? Bir neçə dəfə təkrar edərək dəstəyi asıb. Ötən axşamdan bəri müxtəlif şəxslər məsələ ilə bağlı açıqlama və şərhlər verirlər. Ancaq Ramiz Mehdiyev, ailə üzvləri və yaxınları qərara münasibət bildirmirlər. Akademikin ittihamları qəbul edib etmədiyi də məlum deyir. Yeni Sabah məsələ ilə bağlı Ramiz Mehdiyevin qızı Bakı Dövlət Universitetinin Sosial və Pedaqoji Psixologiya kafedrasının müdürü, psixologiya elmləri doktoru Professor Kamilə Əliyeva ilə əlaqə saxlayıb. Saytın ona ünvanladığı suallar atasının hazırki vəziyyəti, harada olması və ittihamları qəbul edib etməməsi haqda olub. Əliyeva sualları dillədikdən sonra deyib, əvvəlcə deyin görüm, mənim nömrəmi sizə kim verib? Siz nə haqla məni narahat edirsiniz? Mən bu haqda heç nə danışmaq istəmirəm və bir kəlmə də deməyəcəyəm. Akademikin qızı bunları dedikdən sonra söhbəti yekunlaşdırıb və telefonu bağlayıb.